Salam dostlar. Bugün mənimlə birlikdə parka gedirik. Hal-hazırda bizdə reading weekdir, yəni bir həftə dərslər yoxdur. Universitetin içinə birbaşa metro çıxışı var. Metronun içində bəzi yerlərdə belə oxlar var ki, gələnlər və gedənlər bir-biri ilə toqquşmasın. Bir stansiyadan başqa bir stansiyaya keçdik və yenə qatara minəcəyik. Bütün stansiyalarda bu şəkildə qapılar var və yerdə giriş və çıxış üçün oxlar qeyd edilib. Admiraltyyə getməliyik və burada düşəcəyik. Avtobusa minəcəydim. Bir xala mənə dedi ki, avtobusdan getmə, piyada get, yaxındır. Yerüstü keçiddən yolun digər tərəfinə keçirik. Və nəhayət parka çatdım. Park həqiqətən də çox gözəldir. Hələ bura baxın. Hər yerdə bitkilər var, ağaclar, fərqli rəngli güllər. Dostlar, çox gözəldir. Gedək şəlalənin yanına. Buralar həqiqətən çox qəşəngdir. Dəhşət qəşəngdir. Gəlin ilk öncə sol tərəfə gedək, sonra sağa baxarıq. Həqiqətən də buralar çox gözəldir, çox qəşəngdir, dəhşət çox ağac var, yaşıllıq var. Burada bitkilərdir. Hələ ki tam başa düşə bilməmişəm, içəri girməyə icazə var yoxsa yox. Burada giriş yazılıb. İçəri girmişəm, giriş pulsuz idi.
aviary yazılan hissəyə. Orada yəqin ki, müxtəlif quşlar olacaq. Bu hissədə yazılmışdı. Aviary tərəf gedir bura. Rənginə görə burada nə var? Bilmirəm, quşların səsini eşidirsiniz ya yox. Gəlin qalxaq. Məncə burada quşlar olmalıydı. Heç nə yoxdur. Quşlar gəlin kimi çıxdı. Burada görün nə qədər quş var. Setkaya görə yaxşı çəkmək olmur. İndi isə bayaq burada bir garden yazısı gördüm. Tai Chi Garden. Gəlin bunun içinə görə. Burada deyəsən quşlar üçün yenə bir yer var. İndi girişi tapmağa çalışıram. Digər o tarafa dedilər ki, o qapı bağlıdır. Burada belə bir yazı var. Aşağı düşmədən öncə gəlin gedək görək o tərəfdə nə var. Visual Arts Center olmalıdır. Okey, bura uşaqlar üçün playground imiş. Dostlar, bu arada bugün oktyabrın 15-idir və hava 30 dərəcədir. Dəhşət istidə havalar. Su götürmək yadımdan çıxıb. Gərək indi su alım. İndi düşəcəyik həmin bu bayaq göstərdiyim quşlar üçün olan ikinci yerə. Burada bu quşları görmək olar, amma yəni burada böyük bir setka var. Yəqin ki, hamısı bunun içindədir. Dostlar, indi başa düşdüm ki, biz qəfəsin, yəni setkanın içindəyik. Quşlar ona görə buralardadılar. Və üstü full bağlıdır setkaya ki, buradan çıxa bilməsinlər. Baxın. Deyəsən orada aşağıda.
Dostlar, bugünün bu qədər. Video haqqında şərhlərdə öz fikirlərinizi bildirməyi unutmayın.